Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri əmi, dayı, xala uşaqları arasında qadağan olunub. Bu qadağanın əsas səbəbi həm etik mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır. Bəs eyni baba, nənənin övladları, əmi, xala, dayı, bibi, nəvələri arasında evliliklər necə? Məsələ burasındadır ki, qohum evliliklərinə marağı bitib tükənməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. Özümküdür, mal-mülk özgəyə getməsin narahatlığı ilə bacı qızı, qardaş qızıdan əldən çıxan valideynlər artıq onların övladlarına üst tutublar. Məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur. Qanunda göstərilir ki, baba və nənə eynidirsə qadağan olunur. Əmi uşaqlarının babası eyni olduğu kimi, əmi nəvələrində də eyni vəziyyətdir. Sadəcə bir köhnə yaralı olmaqla genetik təhlükə riski azalırmı? Tibb mütəxəssisləri bildirirlər ki, əmi xala nəvələri eyni babanı paylaşsalar da artıq bir nəsil məsafə var. Ancaq genetik baxımdan risk daşıyır. Yəni, əmi nəvələri arasında bu risk azalır. Çünki ortaq genlərin payı daha aşağıdır. Ancaq tam təhlükəsiz sayılmır. Xüsusilə ailədə əvvəldən irsi xəstəliklər varsa, risk qalmaqdadır. Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən bizim .medianın sorğusuna cavab olaraq qeyd edək ki, 2024-cü il 28 iyunda Ailə Məcəlləsinə dəyişiklik edilərək qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi, dayı və bibi xala və qardaş bacı övladları arasında nikahın bağlanmasına dair müddəalar əlavə olunub. Siyahıda göstərilən şəxslərdən başqa digər qohumların nikaha daxil olması üçün qadağa müəyyən edilməyib.